Bizdə hökumətə arxayın salan məsələlərdən bizi ailə institutu nə qədər qəribə səslənsə. Yəni bir-birimizi Bəli, dolandıracaqsan. sosial məsuliyyəti, hökumətin sosial məsuliyyətini ailə institutu öz üzərinə götürüb uzun illərdir Azərbaycanda. Və bu bir arxayınlıq yaradır. Doğrudan da elədir də, hamımız bir-birimizə yardım edirik. Natiq bəy, bəlkə bu siz dediniz o ağlım qalıb o 40% məsələsində. Bəlkə bu uzun illər ölkədən korrupsiya pullarının çıxarıla bilməsi, indi isə çıxarılmasının çətinləşməsi, İnanmıram, çünki o fonda həcmlər azdır. O fonda artmasıdır. Yox, yəni bu pullardan 30 min manata qədərdir 70%. Nə puldur ki o belə baxanda? 10 min, 15 min. Baxır kimin üçün nə puldur? Yox da nə mənada o korrupsiya üçün deyirəm nə puldur. Korrupsiya üçün heç nə. Və söhbət ondan gedir də. Korrupsiya pullarını inandırım siz elə gözəl yolları var ki, bilirlər hamısı çıxarda bilirlər. Günü bu gündə, sabah da birisi gün. Dünyada ideya ilə pulun qarşısını inzibati yolla kəsmək mümkün deyil. Sovet bunu bacarmadı. Bir şəkildə axacaq. Sovet bacarmadı da alverçilərə 8 il iş düşürdü. Amma hamı da bilirdi ki, filan məhəllədə kimdir alverçi. Gedirdi cin şalvarı ondan alırdı. Prokuroru da, milis rəisi də, məhkəmə rəisi də. Evlərinə gəlirdi, həmin alverçilər. Bilirdilər, hamı bilir. Çünki pul və ideyanın qarşısını almaq mümkün deyil inzibati yolla. Bunu idarə etmək olar. Azərbaycan hökumətinin səhvi ondadır ki, baxış bucağı. Bu büdcənin az olmasını, azalmasını problem görür. Problem iqtisadiyyatın zəifləməsidir. Onun nəticəsində büdcə boş qalır. Bizdə ümumdaxili məhsulun 1,4% cəmi artmasıdır problem. Artsaydı 8%, 9%, büdcə dolacaqdı da.